Bu günləri əl işlərinizə baxıram və bunu deyim ki, aralarında çox qəşəng işlər var. Və bunu da deyim ki, uşaqlar, sizdə əvvəlcədən bu seridə, yəni dünən atdığım videoda dediyim kimi, bu günləri mən sırf məsələn bir-bir seçəcəm. Necə ki, yəni kim hər hansı bir uşaq məsələn 10 dənə əl işi atmış ola bilər. Mən onlardan bir dənəsini seçib, ən çox bəyəndiyimi seçib sizə də göstərəcəm. Yəni digər videoda da demişdim ki, yəni video çox uzanır, olur 40 dəqiqə, 30 dəqiqə, 20 dəqiqə və inanırsınızmı, heç bir dəqiqəni aşmayacaq bir ortalama izləmə olur və bu kanalımızda çox ziyan olur. Ona görə də bunu etməmək üçün də ən azı dedim ki, bir nəfərin bir rəsmi olaraq qiymətləndirək, baxaq, siz də görün, başqaları da görsün və ilhamlansın. Çox da videonu uzatmayaq, başlayaq. Yağmur. Salam, mən Yağmur. Nə qəşəng adım var Yağmur. Bu əsəri sulu akvarellə çəkmişəm. Yəni akvarel texnikasını işləyib. Sizcə necədir? Çox qəşəng işləmişsən ha. Çox qəşəng. O gilasların forması öz yerində. Tam da mərkəzdə yerləşdirmişsən. Texnikanı da tam da eləmişsən də. Sadəcə bir rəngdən istifadə etməmişsən Yağmur və mən bunu çox bəyəndim. Bəzən uşaqlar akvarel texnikasını işləyəndə bir dənə rəngi vurur, onu su ilə yayır. Amma sən orada bir neçə rəngdən istifadə etmişsən və çox da qəşəng olub. Amma bilikli biraz da ağ eləsəydin, yəni ağ rəng vur demirəm ha. Sadəcə vərəqin öz ağlığını biraz saxla. Çünki o gilas biraz çox parlaq, çox gözəl, iştaha açan bir meyvədir də, yəni. Amma çox da qəşəng işləmişsən, əhsən Yağmur. Salam müəllimə, 11 yaşım var. 11 yaşa görə çox gözəldir, yəni və maraqlı olub. Qızımız 2 dənə iş işi atıb. Mən bu ikincisini məsələn götürmüşəm. Ən çox məsələn bunu bəyəndim. Tonlamasını da eləsəydin rənglərinə ya da rəngli işləsən, ya tonlama ya da rənglərini işləsən lap əla olar. Yəni çox da şirindir. Özü də belə əl forması tutub, yəni maraqlı da görsənir. Digər işinə nisbətən bunu daha çox əziyyət çəkdiyini görürəm və yəni çox da qəşəng işləmişsən, pis deyil. Yəni 11 yaşa görə məncə əladır. Salam müəllimə, necəsiz? Çox sağ ol quzum, yaxşı olasan. O da özü yazıb, yaxşı olasın inşallah, sən də elə daim. Ceyhə. Mən bu videoda nəsə uşaqların maraqlı adlarını eşidirəm, yəni. 13 yaşındayım, bu əl işimdir, necədir? Mən burada bir-birinə baxan iki balıq görürəm. Sanki mən nə xatırlatdı? Balıq bürcündə də olur, belə bu uşaqlar belədir, biri belə gedir, biri belə gedir deyəsən, bilmədim. Düz onu xatırladı, qrafik, yəni rəngləsəm daha da əla olur, belə də maraqlıdır. Uşaqlar, siz hansı bürcüsünüz? Mən dolçayam. Qızımız desəm balıq bürcüdür ya da bəlkə heç bürcüsünə əlaqəli bir şey çəkməyib, mənə bürcləri xatırlatdı. Çox da qəşəng işləmişsən. Salam, mən Xəyala, 13 yaşım var. Kursa getmədən çəkmişəm. Bu kurs məsələsi. Uşaqlar əksəriyyəti kursa getməməyin şey olduğunu düşünürlər. Yəni mən kursa getməmişəm, belə çəkmişəm. Kursa getsəm necə çəkərəm ifadəsini işlədirlər. Mən ona müsbət baxmıram uşaqlar. Sənin rəssamlığa sevgini səncə kurs mu çıxardır? Və ya bacarığını, kurs səni qabağa gedə, ön plana çəkə bilər. Mən elə uşaqlarda eşitmişəm ki, mən kursa getmişəm, mənim həvəsimi öldürdükləri olub deyib. Məni boş-boşuna 6 ayım gedib dedik uşaqlar da olub. Müəllim seçimi olsun, bunlar da çox önəmlidir. Siz kurs deyə hər yerə gələ bilərsiniz, amma həqiqətən sizi öyrədə bilən bir yerə getməyiniz, həvəsinizi öldürməyiniz, düzgün istiqamət verən bir yerə getsəniz, həqiqətən uğurlu olarsınız. Və bunu deyim ki, rəssamlığa sevginiz kurs artırmır. Müəllim sənə tapşırıq verir, okey, amma sən bunun axıra da getməyə bilərsən də. Demək istədiyimi başa düşdünüz məncə. Nə demək istədiyimi? Cümlədə düzgün vurmadım, nəysə. Yəni belə şeylər var, amma quaşdan çox da qəşəng işləmişsən, musiqi alətlərini işləyib. O balaca palitrada tutan əllərini tutub yeyərəm, yəni çox şirin görsən, belə tutub əllərini. Çox da qəşəng işləmişsən. Yəni quaşı tam mat formada işləmişsən də, yəni akvarel kimi işləmirsən. Əksər uşaqlar quaşa çox su qatırlar. Uşaqlar, elə quaşlar olur, sulu olur, heç ona su qatmaya ehtiyac yoxdur. Sadəcə tez-tez fırçanızı təmizləyin. Salam müəllimə. Fikir bildirsəniz çox sevinərəm. Öncədən təşəkkürlər yazıb. Neçə yaşın var İkrimədə? Mən buna sual verim qızımıza. Anime işləyib. Bəlkə də bu kanala atılan ən yaxşı anime təsviridir məncə. Çox qəşəngdir. Çox da bəyəndim. Yəni çox da maraqlı işləmişsən. Rənglər olsun, çox təmizdir. Çox da qəşəng işləmişsən və təzə işləmişsən.
17.02. Fevralın 17-si. Bugün ayın neçəsidir? Martın 1-idir artıq. Bəli uşaqlar, bugün Martın 1-idir. Aha, My Art Life qızımız atıb və bir neçə portret də atmışsan quzum. Dedim ki, mən artıq təzə versiyada işlədiyimə görə, yəni videoları işlədim nədir? Çəkdiyimə görə mən artıq hər bir uşaqdan bir əl işi götürürəm. Yəni siz də uşaqlar əl işlərinizi atmaq istəyirsinizsə, kanalın icmalına baxasınız. Orada o qədər istedadlı uşaqlar var ki, o qədər qəşəng əl işləri var ki, sadəcə həvəslə başlayıb işləyənlər var. Yəni siz də baxıb oradan həvəslənib və siz də bizim ailəmizə qatıla bilərsiniz. Yavaş-yavaş böyüyürük. Yəni rəssamlığa həvəsi olub və necə deyirlər, birgə olmaq tam fərqli bir şeydir. Zərgərin qədrini zərgər bilər. Yəni hər kəs bu yaş kateqoriyasında olan əsas uşaqlar həmişə rəssamlığa meyillidir və hər kəs də rəssam olmaq istəyir. Əlbəttə ki, bu yolda zəhmət, əzm çox önəmlidir və ən asılı da çalışmaq. Və qızım ən çox portretdə işləyir. Mən də stikdir, nədir stik? Özü də yazıb orada. Çox da qəşəng işləmişsən, rəngləri çox bəyəndim. Mən mavi rəng üçün çox sevirəm və çox da qəşəng işləmişsən. Əllərini belə qoyub, maraqlı görsənir. Çox da qəşəngdir, əllərinə sağlıq uzun. Bunu da deyim ki, portret atmışdım, mən onu da çox bəyəndim, sual vermişdim. Və görürəm ki, günü-gündən sən portretdə özünü daha da qabağa aparırsan. Çox qəşəng, afərin sənə. Hesabınız xoşuma gəldiyinə və mənim motivasiya verdiyinizə görə mən də rəsmlərimi atmaq istədim yazıb. Qızım 3 rəsm atıb. Mən bunlarda ən çox bu işi bəyəndim. Digər işlərinə qəşəngdir. Nəyə görə bu işi bəyəndim? Sırf dizaynından marağı olan uşaqların təmsilidir. Mən deyirdim axı, insan figurası, anatomiyası falan. Bunları çəkdikdən sonra onların üzərinə paltar dizayn etmək daha asan olur. Nəinki digər formada. Ona görə mən çox bunu bəyəndim. Ən çox bunu bəyəndim yəni. Ona görə də sizə də göstərdim dedim. Uğurlar sənə quzum. Və xoşuna gəldiyinə görə çox sevindim. Yəni məncə başa düşdüm. Yaxşı olarsan, uğurlar sənə də. Sən də çalış, daim at. Yəni mən bu sözləri eşitmək mənə də xoşdur həqiqətən. Salam müəlliməm, mənim 15 yaşım var. Adım Gülaydır. Gülayın 5 işi atıb. Mən bir də məsələn bu göz atmışdı. Digər göz də atıb, portret də atıb. Amma ən çox bu gözü bəyəndim. Nəyə görə? Çox realistik işləmişsən. Yaşına görə də əladır. Məncə kursa getmirsən, amma çox da öz üzərində qəşəngcə işləmişsən. Baxın, kursa getməyib öz üzərində işləyib. Yəni kursa getməklə deyil uşaqlar. Kursa getdin, onun davamını gətirə bilərsənsə uğurlu olarsan. Yəni elə uşaq tanıyıram, bir həftə heç çəkmir, kursa gedir, oradan çıxır gedir. Yəni deyir ki, kurs mənim həvəsimi öldürdü. Əgər mənim həvəsimi bir kurs öldürə bilirsə, deməli mən bu sənəti sevmirəmin əlamətidir. Afərin qızım. Sən çox qəşəng işləmirsən. İşıq kölgəni, o biliki biraz da bilindirsən, o işıq kölgədə biraz da tündüyü də bilindirsən, lap əla olar. Mən çox bəyəndim. Adım Hülyadır. Nə qəşəng adlar bugün var. 12 yaşım var. Hülyanın digər işlərində də baxdım. Bu işini ən çox bəyəndiyim işlərdən oldu da, yəni sünger bobu işləyib. Nəyə görə bəyəndim? Sünger bob özü nə formadadır uşaqlar? Düzbucaqlı formasındadır. Sketchbook da düzbucaqlı formasındadır. O detayı çox bəyəndim. Çox da qəşəng oxşatmısan da, yəni bir eynisidir. Çox da qəşəngdir. Yəni afərin. Detallar da qəşəngdir. Təbəssümü də qəşəngdir. Hər şey qəşəngdir. Mən özüm baxmamışam sünger boba. Adını da düzgün demədim, nəysə. Amma çox qəşəng. Çox qəşəngdir. Salam müəllimə, adım Səfiyyədir. Səfiyyə. Düzgün dedim, Səfiyyə. Deyirəm də bugün nəsə uşaqların adları da maraqlıdır. 12 yaşım var. Sizdə necədir? 26 fevral Xocalıya aid iş görürəm. Qan yaddaşımızdan bir iş. Orada təqvimi qeyd etmişsən. Xəritəmizin üzərində o göyərçin. Qanlar belə görürəm. Çox qəşəng işləmişsən. Orada yazıda nə yazıb, o çox da oxunmur uzun. Amma çox qəşəngdir. Uşaqlar, yəni heç vaxt unutmayaq bu qan yaddaşımızı. Nə bilim, bəlkə də o dövrdə böyüməmişik, o əziyyəti, o şeyləri görməmişik. Amma biz vətənpərvərlik hissində olan bir vətəndaş kimi bu unudulmaz tarixi unutmayaq, unutdurmayaq. Afərin quzum, işini çox bəyəndim. Salam müəllimə necədir?
Əgər bir təsvirdə şəhidimiz, qəhrəmanlarımız varsa, o şəkli pis deyə bilmərəm də. Yəni çox qəşəng işləmisən. Bir hamısı çox qəşəngdir. Çox da maraqlı işləmisən Adil. Yəni birinci dəfədir, yəni kanala atmısan məncə rəsm. Adil adından nəsə tanış gəldi profilindən. Çox qəşəngdir, yəni əhsən deyirəm. Afərin. Salam müəllimə, mən də bu gülü çəkmişəm yazıb. Dekorativ formada, yəni nəbati bir naxış görürəm. O formada işləmirsən, rəngli işləsən lap əla olar. Məncə çox qəşəngdir. Üstdəkini mən bilmədim nədir üstdə. Folklordur, nədir? Palyaço deyirlər, folklor deyirlər. Bilməm bizim dildə nə deyirlər. Folklor olmalı da. Salam müəllimə. Yox. Salam müəllimə, sizcə bu necə alınıb və zəhmət olmasa yoxluğun məni çəkdiyimi etməyə. Yoxluyun demək istəyir yəqin. Kruvasan işləyib. Yanında bir şey görürük. Neydi onun adı? Qaragilə gedir də. İşıq kölgə çox qəşəng, akvarel texnikası çox qəşəngdir. Mən özüm də akvarel texnikasını bəyənirəm. Çox da xoşuma da gəlir. Çox qəşəng işləmisən. Yəni, çox bəyəndim. Mənim 15 yaşım var. Tağılı Fatimə, sizi sevən izləyici. Mən də sizi sevirəm uşaqlar. Bunlar bir dəfə mən icmaldım bir yazı yazmışdım. Bir nəfər də yazıb, sizi mən Lənkəran dövlətdə görmüşəm. Harasa tələsirsiniz. Mən uşaqlar, həmişə mən qaça-qaçda olan bir insanım. Daim sürətlə ora-bura qaçıram. Çünki işlərimiz çox olur. Hər kəsin işi çox olur. O heç o öz yerində. Mən nəsə çox tələskən bir insanım da. Bilmirəm, ixtisaslandım mı? Mən özüm rəsm çəkəndə də çox tələsən bir insanım. Bilmirəm səbəbini. Ona görə mən də sizi sevirəm. Bilmirəm, tələsməklə bu sevgini necə əlaqələndirdim, bilmədim. Nəysə, boş verin, siz bildiniz. Qırmızı qələmlə, göy qələmlə maraqlı bir göz işləyib. Gözdəki o bilik deyir ki, ağ hissəndə eləsən lap əla olar da, yəni. Yaşın 15 idi də, hə, özün maraqlı, yəni formada işləmirsən də, çox da qəşəngdir. Ağzı da yoxla, dodağı da yoxla. Yoxla özündə zaten həzz alacaqsan. Salam, adım Səbuhidir. Neçə yaşım var? 9 yaşım var. Oğlanam, necədir? Zaten Səbuhi oğlan adıdır. Balacamız özünə qeyd edib. Çünki mən əksəriyyətini qız deyirəm deyə yazıq uşaq deyir ki, adımı da yazım, oğlan qız olduğumu da qeyd edib. Nə qəşəngdir bu? Bir qız görürəm, şilaypalı bir qız. Başı görürəm. Biraz hiddətli görsənir. Mən deyirəm, o qıraqdakılar ürəklərmiş. Mən beləcə ona biraz fokuslandım, biraz dondum. Çox da qəşəngdir, şirindir. Mən 9 yaşında heç bilmirəm nəyi çəkmişdim. Yəqin çox da yaxşı bir şey çəkməmişdim. 3-cü sinif idi. Hə, uşaqlar 3 almışdım təsvir sənətdən, yadımdadır. 3 alan qız indi qarşınızda və görürsünüz uşaqlar. Nəysə, burada niyə əlaqələndirdim? Nəysə, boş verin. Səbuhi, çox da qəşəng işləmişsən, belə də davam elə. Mənim 15 yaşım var və bu. Çox da qəşəng işləmişsən də, yəni. Fırçalarını da qoyub. Yəni, quş da çox da qəşəngdir, detallarla işləyib. Əziyyət çəkdim, bəlli olurdu. Fona bayıldım. Fon maviliyi, o mat təmiz vurmuşsan, o çox qəşəngdir. Çox da xoşuma gəldi. Afərin, yəni. 15 yaş, hə, çox qəşəngdir məncə. Fırçalan da çox qəşəngdir. Zaten o fırçalan xırda detallarından bilinir ki, yəni ölçülərindən bilinir ki, sən orada yavaş-yavaş milim işləmişsən. Afərin. Ömər. Necə çəkmişəm müəllimə? Şəhidimizi işləyib. Dediyim kimi, çəkilən hər bir şəhidin rəsmi pis ola bilməz. Sadəcə orada gözlərinə fikir ver ucum. Nəyə görə deyirəm? Burada əsas məsələ onun baxışlarıdır. Yəni, onu biraz da tutuzdursan, iş lap əladır, yəni. Hoşuma da gəldi. Bu da yeni işim. Ümid edirəm ki, bəyənərsiniz və şəhanə, yəni, əl işini atıb. Şəhanə, mən bunu, bu rəsmi ilk dəfə görəndə belə qaldım da, yəni. Dedim ki, bunu necə də belə qəşəng işləmişsən, yəni. Yaşını da qeyd etmişdim. Bəlkə 5 dəfə soruşmuşam yaşını. Çox qəşəngdir, yəni. O isti soyuq rənglər olsun. Mənzərə öz yerində damalamısan. Sənin stilin məncə dekorativ tətbiq, yəni dekorativ rəngkarlıqdır da, yəni bir sözlə.
Çox təmiz işləmisən, çox qəşəngdir. Mən baxa-baxa zövq aldım bu işdən. Yəni çox qəşəngdir. O fondakı o nə deyirlər onu bərabərlik işarəsidir də o ağ-qara olur. Sən onu biraz mavi ilə qırmızını eləmisən. Zaten mavi ilə qırmızı su ilə şey kimi ot kimi bir şeydir. Yəni əks çox qəşəngdir. Orada bir tarazlıq yaratmışsan. Çox bəyəndim. Yəni şəhərin həqiqətən çox qəşəngdir. Belə də davam elə. Mən həqiqətən çox bəyəndim işini. Yəni çox bəyəndim. Bilmirəm çoxu nə qədər işlətdim, amma çox bəyəndim. Salam müəllimə, necəsiz? Çox sağ ol, yaxşı olasan. Mən bu birinci şəkli 16 yaşında, ikinci şəkli isə 14-15 yaşlarında çəkmişəm. Zəhmət olmasa qiymətləndirə bilərsinizmi? Doğrusunu desəm, 15 yaşında çəkdiyim işi çox bəyəndim. Ona görə birinci onu götürdüm. 2 iş atıb balacamız. Yaşında, indi hal-hazırda 16 yaşım var. Mən bu işi çox bəyəndim. Nəyə görə? O forma var ya, sən dik saxlamısan, qulağı olsun, tonlaması olsun, çox bəyəndim. Digər işdə pis deyil. Amma bu işin lap bəyəndim də. Bilinir ki, əməl başlı üzərində işləmirsən, vaxt sərf eləmirsən və çox da qəşəng alınıb. Yəni məncə də. Yəni çox qəşəngdir. Yəni bunu da deyim ki, uşaqlar qətiyyən deməyin ki, müəllimə ikisini niyə qoymadınız? Dediyim kimi yeni bir forma ilə işləyirəm artıq, yeni videolarını çəkirəm. İstəyirəm ki, hər bir uşaqdan bir rəsm olsun. Belə əl işləri çox qəşəngdir. Aydındırmı? Yəni ümid edirəm 5 dəfə demişəm. Bəzən uşaqlar videonun sürətdən keçir deyə öz əl işlərinə çatan hissəyə baxırlar. Ümumiyyətlə videoya baxmalılar. Ona görə onun qarşısını almaq üçün də məhz belə bu üsula əl atmışam. Yəni həm də motivasiya olsun mənə, həm də videoların ardı gəlsin deyə 5 dəfə bunu izah elədim. Salam müəllimə, mənim adım Məhəmməddir, 13-14 yaşım var, kursa getmədiyini deyir və hələ də çox rəsm olduğunu deyir bizə. 10 dənə rəsm atmışdı, hər bir qəşəngdir. Amma mən T-Time'da olan karakter var, onu daha çox bəyəndim. Duruşu olsun, rənglər olsun, birə-bir elə bir kaprivat eləmişsən də, yəni kopyalamısan, elə qəşəng işləmişsən Məhəmməd, afərin, çox xoşuma da gəldi. Elə düşünmə ki, rəsmlərin hamısını göstərməmişəm. Dediyim kimi yenə təkrar olmasın. Mən hər bir takipçidən atılan bir rəsmi daha götürürüm. Bunun da səbəbi videoların baxışının az olmasıdır. Yəni baxış sürəsi çox az olduğuna görə mən də bunu qarşısına almaq üçün belə eləyirəm. Bunu deyim ki, hər bir əl işi çox qəşəngdir. Yəni zaten kanala ilk dəfə baxanlar icmala girdikdən sonra zaten görəcək sizin əl işləriniz çox qəşəngdir həqiqətən. Yəni belə də davam edir. Adam özü də ruhlanır, adam özü də baxan ruhlanır, özüm də çəkmək istəyirəm. Amma indi hazırda vaxt məsələsinə görə qalmışam belə. Ona görə videolar bu formada gəlir. Fərci işləyən oğlan var idi. Asif olmalıydı adı. Orada da zaten yazılıb e-maildə. Heydər Əliyev işləyib akvarel texnikası ilə çox da qəşəng işləmişsən, yəni. Çox qəşəngdir. Asif həqiqətən çox da qəşəng işləyirsən. O bayrağı biraz da orada ümumi işləsən lap ağlı olardı. Yəni belə tutur. Yəni baxanda bildim ki, Heydər Əliyevdir də, yəni. Əslən çox qəşəng. Asif zaten çox da qəşəng işləyir. Əsasən sən tonlamanı çox qəşəngdirsən, rəng karandaşdan. Akvarel texnikasına da artıq işləyirsən. Mən də çox biraz da məşq eləsən, sadə şeylərlə başla. Meyvə falan, natürmort falan, onlar işlə. Rəngi daha da belə təmiz vur. Zaten təmiz vurmuşsan, çox da qəşəng işləmişsən, detallarla, xırdalıqlarla işləmişsən. Amma çox da qəşəngdir. Və yenə Stitch. Rəngini çox sevirəm. Burada nəsə Stitch'in qəlbi qırılıb. Amma bu qızımız da çox, amma çox qəşəng işləyib. Əllərə sağlıq quzum.